barış səsi. Ata, demiştim bura gelmeye icazem yok. Simba bax, hər nəyə ki ışıq saçılır bizim topraklarımızdılar. Siz bu yerlerin şahısınız. Elədir. Şahlıq günəş kimi bir gün doğar və bir gündə batar. Bir gündə olacaq mənim şahlıq günəşim batıb, sənin şahlıq günəşin doğacaq. Yani her ne görürəm mənim olacaq. Bu dünyanın qanunudur, bura heç kimin deyil. Sən buranı qoruyacaqsan, böyük görevdir. Her şey ki ona ışık saçılır. O ağaclar, su gölləri və o dağlar və o çölcəliklər. Simba, sən ora getməməlisən. Düşünürdüm şəhər iş istəsə görə bilər, hər yer istəsə əlinə keçirdə bilər. Amma hər zadı qamarlamaq, almaq fikrində olanda doğru düzgün şah düşünər görən əmənə.